Hər kəsə salam uşaqlar. Bu gün sizlə baxacağıq 7-ci sinif KSQ 6 misallarına. Başlayaq uşaqlar birinci tapşırıqdan. Birdə deyir ki, y bərabərdir 4x çıxılsın 3. Funksiyası üçün x bərabərdir 4 olarsa y-i tapın. Neynir uşaqlar? X-lərin yerinə 4 yazırıq. Y bərabərdir 4 vurulsun 4 minus 3 bərabərdir 13. Cavab olacaq D bəndi. Sonra keçirəm ikinci tapşırığa. Deyir K-nın hansı qiymətində K 2K cütü verilən tənliyin köküdür. Deməli uşaqlar, neynir uşaqlar? X-in yerinə bu bilirik ki, birinci K 2K-da K 2K cütündə birinci X-in qiymətidir, ikinci Y-in qiymətidir. Yazarıq yerinə. X-in yerinə yazacağıq K, Y-in yerinə 2K bərabərdir 12-yə. 3K bərabərdir 12-yə, K bərabərdir 4-ə. Deməli, X-imiz olacaq 4, Y-imiz 8. K-nın hansı qiymətində? C, 4 qiymətində. Sonra keçək 3 uşaqlar. 3-də deyir ki, funksiyanın qrafiki ordinat oxunu hansı nöqtədə kəsir? Ordinat oxunu deyirsə uşaqlar, ordinat oxu Y oxudur. Y oxunun kəsdiyi nöqtədə, baxın, bu Y-dir, bu X-dir. Y oxunun kəsdiyi nöqtədə funksiya, düz xəttdə də bu, X 0 olur. Həmin nöqtədə X 0-a çevirir. Yəni, biz burada X-in yerinə 0 qoyacağıq. Y bərabərdir 2 vurulsun 0 plus 8. Buradan da Y bərabərdir 8-ə. Bu nöqtəmiz 8-dir, X-imiz 0. Cütümüz nə oldu uşaqlar? 0, 8 cütü C bəndi. Sonra keçirik 4-cü tapşırığa. 4-də deyir ki, aşağıdakı cütlərdən hansı tənliyin köküdür? Tənliyin kökü olması üçün X, Y-i yerinə yazanda doğru bərabərlik alınmalıdır. Gəlin baxaq. X-in yerinə 7, Y-in yerinə 3 yazaq. 2 vurulsun 7 çıxılsın 3 bərabərdir 10. Bu səhvdir uşaqlar, çünki cavab 11 alınır. Sonra 2 vurulsun 6 çıxılsın 2 bərabərdir 10. Bu düzgündür, doğru cavab bu bəndi. Sonra keçək 5-ə. Bunu silirəm. 5-də deyir ki, dövrü onluq kəsirləri adi kəsirə çevirin. 2 tam dövrdə 5 bərabərdir. Mötərizənin içərisindəki ədədin sayı qədər 9 yazırıq. 2 tam qalır yerində. Məxrəcə 9 yazırıq. Surət olduğu kimi qalır. Və 9, 1. Bu zaman mötərizənin içərisindəki ədədin sayı qədər 9. Mötərizə ilə vergül arasındakı ədədin sayı qədər 0, 90-da. Surətdə isə uşaqlar 91 çıxılsın. Vergülla mötərizə arasındakı ədəd. 91-dən 9 çıxanda 82 bölünsün 90. Bunları da ixtisar aparsaq uşaqlar nə qalacaq? 41 bölünsün 45. Bu da belə. Keçək indi tapşırıq 6-ya. Bunu silim. 6-da deməli bizə deyir ki, 3-2 nöqtəsindən keçən və düz xəttinə paralel olan düz xəttin tənliyini yazın. Deməli uşaqlar paraleldirsə bunların x-ləri bərabər olmalıdır. K-ları bərabər olmalıdır. K1 bərabərdir, K2 olmalıdır. Paralel olması üçün. Verilən bu tənlikdə Y bərabərdir 4x plus 1. Burada deməli K1-imiz 4-dür. Deməli K2 də 4 olmalıdır. İndi yazıram yerinə. Ümumi funksiyanı yazmış üçün Y bərabərdir Kx plus B. Bizə lazımdır ikinci deməli tənlikdəki funksiyadakı B-ni tapmaq. İndi gəlin yazaq yerinə. Nöqtə nə verib bizə? 3, 2 nöqtəsi. 3, 2. Yazıram indi uşaqlar yerinə. 2 bərabərdir. K-mız 4 vurulsun. X-imiz 3. Üstə gələk B2. B2 bərabərdir mənfi 10. Deməli tənliyimiz nə olacaq? Yazıram yerinə. Y bərabərdir 4. X çıxılsın 10. Cavab oldu D bəndi. D bəndi. Sonra keçirəm tapşırıq 7-yə. Deyir ki, bərabərsizliyin tam həllərini yazın. Mənfi 4 kiçikdir x, kiçik bərabərdir 3. 2 qat bərabərsizlikdir uşaqlar. Burada neynir? Mənfi 4-ü almır. Aldığı qiymətlər hansıdır? Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2 və 3-ün özü. Bizdən bunların tam həllərinin sayını istəyir də yəqin ki. Sayı neçə olacaq? 3, 4, 7 dənə A bəndi. Sonra keçək 8-ə. Deyir ki, burada
funksiyasında x-in hansı qiymətində y bərabərdir 50 olar? Aha. Deməli, y-in yerinə 50 yazmalıyıq. 50 bərabərdir 3x plus 26. 3x bərabərdir 24-ə, x bərabərdir 8-ə olacaq cıbəndi. Sonra keçək 9-a. Deyir, ifadəni çoxhədliyə çevirin. X üstü 4 plus y üstü 7 üstü nə? Kvadratı bərabərdir. Müxtəsər düsturda uşaqlar yanacaq. Bərabərdir x üstü 8 plus 2 vurulsun x üstü 4 vurulsun y üstü 7 üstə gələk y üstü 14. Sonra bu da belə. Keçək 10-cu tapşırığa. Bunu silim. Onda nə deyir uşaqlar? Deyir ki, hesablayın. Gəlin hesablayaq. Yenə müxtəsər düsturudur. Bərabərdir. Neyinirik? Kvadratlar fərqidir. 44 çıxılsın 33 vurulsun 44 plus 33. Bu da bərabərdir uşaqlar. Nəyə? 11 vurulsun 77-yə. Aha, bu da eləyəcək. Deməli, gəlin hesablayaq. 770. Aha. Üstə gəlinsin 77. 777. Bu eləyəcək 847. Aha. 847 də olacaq A bəndi. Bu da belə uşaqlar. Bu tapşırıqları da bitirdik. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənə qədər hələlik.